Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala ehli beytihi tayyibine tahirine ma'sumine mükerremin sıymen hüccah bakiyetullah fil ardin. Ruhi ve arvahul alemine lehul fida. A'udhu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul ukdeten min lisani yefkahu kavli. Sabah, akşam, sabah gecə, cümə günündən şənbə gününə keçən gecə Qədir gecəsidir inşallah. Qədir gecəsinə ehtimal olunan birinci gecədir. Cümədən şənbəyə keçən gecə. Və mən dünən dedim sizə ki, bu iki günü, dünən və bu günü istəyirəm Qədir gecəsi barədə danışaq. Qədir gecəsinin fəziləti barədə danışaq. Ki, Qədir gecəsinin qədrini indidən bilək. Ki, Qədir gecəsi çox əzəmətli gecədir. Bunu indidən bilməyimiz lazımdır. Sabaha hazırlaşaq. Bu neçə günü, bu iki günü, dünəni, bu günü. İnsan həmişə öz keçmişinin əsiridir. İnsan öz keçmişinin əsiridir. Və elə bir fəzada bugün nəfəs alır ki, o fəzanı özü yaradır. Ən mühüm məsələlərdən biri bu məsələdir. Qədir gecəsi ərəfəsində hamımızın diqqətini istəyirəm bu məsələyə cəlb edirəm. Ki, bütün insanlar bilməlidir ki, mən bugün varamsa keçmişin əsiriyəm. Keçmişdə elədiyim əməllər bugünümlə nəticələnir. Mənim bugünüm keçmişimdən müstəqil deyil. Mənim bugünüm keçmişimin nəticəsidir. Qiyamət günü biz əməl dəftərimizə baxanda o silsiləni görəcəyik ki, biz necə öz əməllərimizlə özümüzü girov elədik. Biz necə öz əməllərimizlə özümüzə talih yaratdıq, talih qurduq. Onu qiyamətdə əyani şəkildə görəcəyik. Bütün başımıza gələn hadisələr bizim elədiyimiz əməllərin və niyyətlərimizin nəticəsidir. Bütün başımıza gələn əməllər. Biz bugün hansı haldayıq, hansı vəziyyətdəyik, o birbaşa keçmişimizin nəticəsidir. Bizim ruhu durumumuz, ruhu vəziyyətimiz keçmişdə elədiyimiz xırda və böyük əməllərin nəticəsidir. Bəzən insan görürsən, gedir, bir yerdə günah arzu edir. Heç günah yox, bəzən dəyərsiz, qiymətsiz, layiq olmayan bir şeyi arzu edir. Onun da insanın tarixinə təsir olur. Hədislərdə var. Buyurur ki, Allah bu hədislərdə belədir ki, Allah deyir, mən bəndəmin sirrinə baxıram. Sir nədir? Ruhunun dərinliyinə nəzər edirəm. Orada nə istək görürəm, onu libas edib əqlinə geyindirirəm. İnsanın qəlbinə baxır Allah. Qəlbində olan arzular, istəklər hamısı birbaşa başımıza gələn hadisələrlə əlaqəlidir. Allah bizim ürəyimizdə o gizli istəkləri hərdən gerçəkləşdirir, biz müəyyən günahlar edirik, müəyyən işlər görürük. Allah bizim sirrimizə baxır. Bizim bugün nəyimiz var, keçmişdə elədiyimizin məhsuludur. Hətta fikrin də bizdə təsiri var. Şeyx Rəcəbəli Xəyyab deyir, bir gün mən gördüm ürəyimi zülmət bürüyüb. O da arif adamdır. Üstündən ötüb keçmir. Ötüb keçmir üstündən. Kökün axtardım, görəsən mənim bu halımın səbəbi nədir? Oturdum, fikirləşdim, gördüm, hə, tapdım. O gün bir nəfər mənim evimə qonaq gəlmişdi, alimlərdən biri idi. O böyük alim idi, namaz vaxtı oldu. Mənə namazı təklif elədi ki, mən qılım qabaqda, namazı qılmağa gedəndə əbanı çiynimə salanda bir
bir an beynimdən keçdi ki, mən orada alim mənə iqtida edib namaz qılır. Bu bir an fikirdən keçməyin də insanda təsir olur. Bu fikrin də insana təsir olur. Belə deyir ki, insan azaddır. İnsan keçmişinin əsiridir. Bugün görürsən, insan bir baxışama alışdır. Bir məsələyə bir cür qiymət verir. Amma yanlış baxışdır. Axtarsın, görəcəksən, bugün yanılmasının mənəvi bir səbəbi var. Seçim təkcə ağlın itiliyinə bağlıdır. Seçim həm də mənəvi məsələdir. Bir də görürsən ki, insanın bir şey, baxışı bir cürdür. Qiyamətdə deyə bilməyəcək, neyini mən bilmədim, mən səhv başa düşdüm. Ona göstərəcəklər, filan günahlar sənin fikrinin azmasına gətirib çıxarır. Sənin fikrin düzü səhv göstərdi sənə. Əməl hətta insanın fikrinə təsir qoyur. İnsan haqq bildiyi şeyi günah nəticəsində salat batıl bilir. 10 dənə şey dəlindən, 100 dənə dəlindən haqq olduğunu sübut elədiyi şeyi görürsən batıl bilir. Azır yolundan çıxır. O qədər insanlar olur ki. Necə olur? Fikir necə dəyişir? Fikir niyə görə dəyişir? Fikir ona görə dəyişir ki, insanın əməlləri insanın mənəviyyatında təsir qoyur. Ona görə də hədisdə var ki, Allah heç vaxt imkan verməz, mömin batilə yəqin tapsın. Allah heç vaxt imkan verməz, mömin haqqa şəkk eləsin. İmkan verməz. Mömin batilə yəqin tapmaz. Möminin içində bir nur var ki, o elə haqqın dalıca gedir. Batilə yəqin tapdısa, qiyamətdə bəlli olacaq ki, bu mömindir. Bu batil cəbhəsinə keçdisə, deyə bilməyəcək, onlardan Allahdılar, mən belə başa düşdüm. Deyəcəklər, niyə belə başa düşdüm? Nə səbəb oldu belə başa düşdüm? İnsanın daxili təharətinə görə insanı seçmir. Və bu təharət bizim əməllərimizdən asılıdır. Bizim bu günümüz ki var, birbaşa keçmişimizin nəticəsidir. Və bizim gələcəyimiz də bu günümüzdən asılıdır. Cənnət elədir. Cənnətdə bugün, sabah, dünən yoxdur. Cənnət inşallah gedərik, qismət olar, görərik. Onun qanunları buradan fərqlidir. Orada belə deyir, insan bir şeyləri onun əsrinə çevirirlər. İnsan orada zamanın fövqündədir. Zamanın fövqündədir. Amma dünya belədir. Bir nəfər danışır alimlərdən, deyir, bir dəfə mən, məsələn, bir gün şam namazını biraz vaxtından ötürsəm, etinasızlıq üzündən. Oturdum, keçdi vaxtı, biraz həmbəlli elədim. Deyir, sabah öldürsəm özümü, yer göy bir ola zöhrəsini şahlıqdan vaxtında qılardım. 2 gün, 3 gün keçir, axırda mən ayılıram, deyirəm, Allah, bu nədir ki, mən namazı vaxtında qılardım? Axtarıram, tapıram. O gün bir dənə etinasızlıq silsiləvari gətirdi bu nəticə çıxar. Ta gedirəm Allahın dərgahına. Nə vaxtacam mən bu elədiyim əməlin əsiri olacam. Bu əməlin təsirinin əsarətindən məni tutar. İndi bu getməyin nəticəsində təzdən dəyişir vəziyyət. Bu getməyin başqa bir müqəddərat müəyyən edir mənim. İnsan müstəqildir, insan öz əməlinin girovudur. Aleyhisselam Ümeydasında buyurur və qəadət bi əğlali. Zəncirlər məni yıxıb yerə. O zəncirlər ki, öz əməlimlə əl qoluma bağlamışam. Ona görə bu əlim xeyir iş görə bilmir. Çünki əməlimin əsiridir. Bu dilim xeyir danışa bilmir. Dilimi əsir edeyim, dilimi yönəldən var. Keçmiş əməllərim yönəldir. İnsanı bir çərçivəyə salır elədiyi əməlləri. Qayda belədir. Allah belə qayda ilə dünyanı idarə edir. Adam aslıdır keçmişindən. Deməli, belə çıxır ki, biz gələ birinci günahı eləməyərdik. Bu birinci günah ki var, onu gələ eləməyərdik. Bəli, belə çıxır ki, gələ eləməyərdik. Daminonun daşlarını görmüşsünüz, yan-yana düzürlər. Birindən vursan, hamısını dağıdır.
O birincini qurdunsa dalı gelir. Şeytandan soruşdular, bəndiyə nə vaxt müsəllət olursan deyir, elə ki, birinci günahı saldın, mənimdir. Ta nə qədər zəhmət çəkəlimdən tutarım. 1, 2 daha asan, 3 daha asan, 4 daha asan, elə bu mənim əsarətimdədir. Bu məsələyə çox ciddi baxın bu günlərdə. Çünki bu bizim üçün bu günlərdə ən ciddi məsələdir. Ən əhəmiyyətli məsələdir. Bu məsələ üzərində ciddi düşünün ki, mən elə bir keçmişim var ki, Qədir Gecəsi ərəfəsində bunu fikirləşməyim. Mənim gələcəyimə bu keçmişə bağlı olsa, vay mənim halım. Mən öz keçmişimi ki bilirəm, öz vəziyyətimi ki bilirəm, öz içimdə olan hissləri, fikirləri ki tanıyıram. Nə səviyyətli adamıyam. Buna baxıb mənə müqəddərat müəyyən edəcəklərsə Qədir Gecəsində, bunda vay mənim halım. Bunda mənim axırım biz olacaq. Əhl-i Beyt çox nalə ediblər bundan. Baxsız dualara diqqətlə. Əhl-i Beyt çox nalə ediblər. Keçmişlərinin əsarətindən şikayət ediblər. Hər bir şeyin təsiri var insanda. Keçirsən bir yerdə görürsən, bir dəstədən keyf edir, oynayır, oxuyur. Bir an ürəyindən keçir ki, mən də eləyərdim, Allah diddiyam. Mənim mələklərim libas eləyün geyindirməyini, arzu eləmədiyim buyur. O məclis burası. Ona görə demək, günahı bildi eləməyim. Kəş namaz qılmayardım, haram toy eləyərdim. Haram toy halaldan daha yaxşıdır. Bunu arzu eləməyim. Allah bir gün deyir ki, bunu xoşlayırsan, buyur. Bu haram burası. Onun həsrətindən yaşayırsan ki, kəş mən də onlar kimi olardım. Birini görürsən, məsələn, bir villada yaşayırsan, kəş məndə də olardı. Allah deyir, səni də onun kimi verir. Buyur. Özün arzulayırsan, özün istəyirsən, mən demədim. Onun malik olduğu dünyasını sənə verim, amma aqibətin də ölür. Onun kimi olmaq istəmirsən, oldun onun kimi. Fikrin, arzunun, niyyətin, insanın gələcəkdə, taleyində müstəsna təsiri var. Əməlin təsiri var. Bugün əməl edəndə bax gör ki, bu əməl ola bilər ki, sənin cənnətdəki dərəcə nə qədər sağlaşar. Öldür, özü qaldıra biləcəksin. Bugün bir xırda əməl edəndə onu sonla müqayisə elə, bax gör, Allah bilir nə qədər mənim başıma bəla gələcək. Bir dənə sözə görə, elə bir dedim keçdi. Elə bir, yox keçmədi. O bir dənə söz dalıca 100 dənə təsir gətirəcək. O bəladan başqa bəla, o bəladan başqa bəla. Ona görə deyirlər, heç nəyə kiçik saymır. Bu adamlar ki, gedib imamları öldürdülər, əvvəl imamların yanındaydılar. Onlar bir gün günah elədilər, dedilər, ki, nə olsun ki? Nə olsun, nə olsun, nə olsun? O bir dənə birincisi ki, vardı, dedilər, nə olsun ki, elədilər. Cəmaat ev yığır. O bir dənə bu sözə görə görsən, dalıcalı axır nə oldu, axır getdi oldu imam Hüseyin ağanın qatili. Amma hörmətsizlik olmasaydı, sizə demirəm, özümə deyirəm, bir gün mənim kimi adam idi o da. Bu birdən biri olmadı. Bir gün mənim kimi adam idi, o əməllərin təsiri gətirdi, girov elədi onu, azad döyür. Bir məqamda o eləyə bilməz, inan səni öldürməyən. Düzdür? Deyərsiniz, məsələn, alın yazısı var, xeyr. O bir sıra işləri görəndən sonra da eləyə bilməz. Onu artıq düşdü o. Cərəyana getdi. O qatil olmaya bilməz. Vaxt ola bunların hamısının elmi, fəlsəfi izahı var. Elə belə mənim zövqüma uyğun söhbətlər oturub buradan danışıram ki, məncə o belədir. Bunlar hamısı dəqiq həm hədislərdə, həm ayələrdə, həm elmi, fəlsəfi, əqli dəlillər var bu bəhslərin ki, bəzən insan məcbur olur artıq. İnsan ixtiyarı əlindən alınır. İnsan istəsə də dönə bilmir. Niyə hür tövbə elədi, o hürlər eləyənmədi? Onlar mümkün yox idi, imkan yox idi tövbə eləsinlər. Onlar da qatil olmağa məhkum idilər. Amma niyə? Ona görə onu oturub vaxtlarda səbəb tapasan, o səbəbi taparsın. Onlar bir neçə dəfə elə həyasızlıq edib ki, Allah dilini siz görər. Onlar bir neçə dəfə elə
əməllər edin ki, Allah bütün siz baxarsınız. Allah deyib baxarsınız, bunun bir qayda qanunları var. Yəni bu qayda qanunla tənzimlərin hansı. Bunu danışandan sonra bizim ürəyimizdə bir nigarançılıq yaranır. Belə deyim, mənim şəxsən ürəyimdə yaranır, yəqin sizdə də yaranır. Bu nigarançılıq nədir? Əgər mənim gələcəyim keçmişimdən asılıdırsa, mənim gələcəyim necə olacaq? Qədir gecəsi ərəfəsində, Qədir gecəsi gəlməmiş, bu nigarançılıq halında olmaq çox yaxşıdır. Mən sizə tövsiyə edirəm. Əgər mənim sözümə etibarınız varsa, mən sizə tövsiyə edirəm ki, bu halı tapasınız Qədir gecəsindən əvvəl. Nigaran qalasınız, görəsən nə olacaq? Nigaran qalasınız, görəsən Allah kimi mənə Qədir gecəsində gələcəyimi müəyyən edib, keçmişimə baxırsa, onda necə olacaq? Amma bir yüngülləşdirici məsələ var. Ki, əsas bəlkə də bunu indiyəcən deməmişəm, bəlkə də demişəm, bilmirəm. Buna sizin diqqətinizi yönətmək istəyirəm. Qədir gecəsini bir Allah niyə qərar verir? Qədir gecəsini Allah niyə qərar verir? Bizim ki, gələcəyimiz keçmişimizdən asılıdır. İldə bir dəfə fürsət verir. Deyib, bu gecə gələcəyin hamısını silirəm, təzdən başla. Yenidən başla. Bizim gələcəyimizi ildə bir dəfə keçmişimizin əsirliyindən azad eləməyə fürsət verir. İldə bir dəfə. Başlanğıc nöqtəsi qərar verir Qədir gecəsində. Qədir gecəsində bütün keçmişdə olanların hamısını silir və gələcəyimiz keçmişimizdən müstəqilləşir. Yəni, elə bir indi doğuldu. İndi doğulan adamın keçmişi yoxdur ki, onu əsir edir. O, azad olur. Qədir gecəsi azadlıq gecəsidir. 1000 aydan xeyirlidir buyurur. Qədir gecəsi, Leylətül Qədr, xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Bilirsiniz nədir mənası? 2 rükət namaz qılacaqsan, 2 rükət namaz. 1000 ayın ibadəti qədər qəlbdən nuraniyyət verəcək. Yəni, neynəmsən, məhv eləyəcək hamısını təsir. 1000 ay. 1000 aydan xeyirlidir. O, bilirsiniz mənası qədir. Yəni, 1000 ayın savabı ən azı yazılır. Ən az tutum olan adama 1000 ayın ibadətinin savabı yazılır. Ondan çox nə qədər istəyirsən? Nə qədər istəyirsən? Qab gətir, tutumu çox olan qab, çox apar. Ondan asılıdır. Bir dənə Subhanallah deyirsən, 1000 il elədiyin günahın təsirini bir gecədə çıxardır ürəyinə. Allah nə qədər rəhmət verib ki, Qədir gecəsində bizə qərar verir. Bizim qəlbimizdə şimdi müxtəlif zülmətlər var, hamısı keçmişin nəticəsidir və gələcəyimizi də bədbəxt eləyib. Qədir gecəsində Allah bir dənə xırda əmələ hamısını silir qəlbdən. Çünki savabların qiyməti çoxdur. Bir dənə namaz bilirsiniz insanın ruhunu nə edir Qədir gecəsində? Onu təsəvvür elə bilməyim. Bir dənə zikir, bir dənə ayə Qurandan oxursan, ruhda elə təsir qoyur ki, heç vaxt heç bir ibadət o təsiri qoymaz. Ki, təmizləsin ki, təzdən başlayasan. Ancaq pisləri, yaxşılar qaldı yerində. Nur ki var qaldı, o qaldı. O nur artır. Elə bir ki, günah eləməyirmiş. Bir dəqiqə, bir anın içində çox şey də tələb eləmir. Tövbədə şərt qoyur, filan şey, bu da heç nə. Elə gecənin özündə insan olursa, bu nigaran halda, peşman halda olursa, bunun talih dəyişir. Qədir gecəsi azad olma gecəsidir. Qədir gecəsində insan azad olmalıdır. Allah azadlıq üçün qoyur. Qədir gecəsi ildə bircə dəfə fürsətdir ki, insan keçmişinin əsarətindən azad olsun. Və bunun üçün də insan nigaran olmalıdır. Peyğəmbər buyurur ki, heç bir günah eləməyib özündən razı olmaqdansa, 100 dənə günah elə özündən narazı olmayan yaxşı. Qədir gecəsinə özümüzdən narazı halda gedək. Bu mühüm məsələdir. Qədir gecəsinə gedəndə demək, ilahi, mənim namazım var, orucum var, mən zəhmət çəkmişəm. Bunların hamısını qur qura.
namaz göstərərlər sənə ki, namazından xəzalət çəkərsən sən. Hamısını qoy qırağa. Özündən narazı halda get. Peyğəmbər özü buyurub ki, heç bir günah eləməm o günə mən yaxşı adamam. Ondan günahdan ezələ, amma narazı ol özündən. Özünü danlaya qal. Qədir gecəsində özümüzü danlayan halda gedək Allahın qarşısına. O zəncirləri hiss eləyək. Keçmişdə əməllərimizlə boynumuza saldığımız zəncirləri hiss eləyək. Qədir gecəsində deyək, bax, mənim əl-qolum bağlıdır. Mən əsir vəziyyətində gəlmişəm bu zəncirləri çıxart boynumdan. Məndən nəfəs ala bilmirəm. Bunları çıxartmasın, mən bədbəxt olacam. Qədir gecəsi Ramazan ayının zirvəsidir. Qədir gecəsi Allah insanları belə deyək, bir gecəlik zindandan azad edir. Zindanda olan adamı bir gecə azad edir. Bir get görün bu gecə nə edəcəksən. Ya təzdən qayıdacaqsan zindana, ya əfv eləyəcəm səni, azadsan. Həmişəlik azadsan. Mümkündür ki, Qədir gecəsində insan həmişəlik azadlıq əldə edir. Tam azad olur. Təzə taley müəyyən olan insan üçün. Təzə taley. Odur ki, Qədir gecəsində yaxşı şeylər arzulayar. Allahdan istəyək adam olmaq. Adam olmaq təhqirdir. Günlərisən, adam ol, bu təhqirdir. Mən bunu necə də təsis edmişəm, Əllamənin sözüdür. Bir adam ki, dünyaya gəlib, ananın bətnindən doğulub, bu deməkdir, bu adamdır. Bu belə bir varlıqdır ki, adam olmaq istedadı var. İstəsə adam olacaq. Adam olmaq istedadı ilə dünyaya gəlir. Biz Qədir gecəsində bunu istəyək ki, nə vaxt və qədər danışacaq o fəzilətli adamlardan və qulaq asacaq. Onlardan olmaq istəyirəm mən də. Nə vaxta qədər biz kiminsə sözünü danışacaq, biri var idi, belə idi, biri elə edirdi, birinin bu məqamı var idi, Hür belə oldu, Əbəlfəz ağa belə oldu, Əli Əkbər ağa belə oldu. Biz nə vaxtacan mən elə danışıb qulaq asacaq, mən də istəyirəm bunlardan biri olam. Bu qapı açıqdır hər birimiz üçün. Və Qədir gecəsində Allah bir gecəyə bütün ömrün əsarətindən azad edə bilər insanı. Gör, nə əzəmətli gecədir. Tanıdın Qədir gecəsini, bunu tanıyandan sonra təzdən Quranı açırsan, baxırsan deyir, və ma ədrakə ma leylətül qədir. Peyğəmbərə deyir, ya Rəsulullah, sən nə bilirsən nədir Qədir gecəsi? Bu danışdığımız onun 100də biridir, milyonda biridir. Allah Rəsuluna deyir, və ma ədrakə ma leylətül qədir. Sən nə biləsən nədir Qədir gecəsi? O necə əzəmətli gecədir? O dünyaların, aləmlərin, tək-tək insanların taleyini tamam sıfırdan dəyişir, tamam başqa istiqamətə yönəldir. 100% cəhənnəmli adamı 100% cənnətli edir Qədir gecəsi. Bir gecənin içində. Üzü cəhənnəmə tərəf hərəkət edən adamın istiqamətini dəyişir, əbədi olaraq üzü cənnətə tərəf gedir. Ola bilər ki, cəhənnəmdə Yezidin həmşiri yaxını olan bir adam bu gecənin içində İmam Hüseyin ağanın həmsöhbəti olur və yaxud əksinə. Bu Qədir gecəsində bunların hamısı Qədir gecəsində müəyyən olunur. Əgər belədirsə, onda dəyər bir il Qədir gecəsi gözləyəsən. Bir il azdır. Dəyər bir ömrü olan adam üçün. Yenər ömründə bir dənə Qədir gecəsi var, bir ömür 50 il bu gecəni gözləyəsən, yenə də yeri var gözləmək. O qədər fəzilətdir. Bir ömürdə bundan bir dənə də olsaydı, insan gecə gündüz deyərdi, lakin mənə o gecəni qismət elə yeri var idi. Gecəni yuxusu gözündən çəkilsəydi Qədir gecəsinin intizarı. Bu qədər əzəmətli gecədir bu. Sabah axşama qədər düşünün. Mən bunu ağsaqqallara demirəm, cavanlara deyirəm. Ağsaqqallar düşünür, tanıyıb, əməl edib və bizə də onlar çatdırır. Mən bunu gənclərə, cavanlara, özündən kiçik olan insanlara zürət edirəm ki, düşünün, bütün günü sabah düşünün, sabah Qədir gecəsinə qədər. Fikir dağılmasın sabah bu yana. Bir alimdən dedim, soruşdular ki, mən ağlaya bilmirəm ibadətdə. Dedi ki, Allah bəzən ağlamaq halını alır bizdən ki, düşünməyə fürsət versin. Çünki insan ağlaya-ağlaya düşünə bilir. Düşünmə çox mühümdür. İnsan düşünsün bu günü, sabahki günü hazırlaşsın, ciddi hazırlaşsın, bilsin hara daxil olur, həyəcan götürsün bütün vücudunu.
Şamın azanı veriləndən ürək başlasın, həyəcana gəlməyə ki, başlandı. Bu deyilən şeylər başlandı hamısı. Hər şey Qədir gecəsindən asılı ona görə axır 10 gecəyə çox fikir verir. Təəssüf bizim möminlər belədir, Qədir gecəsindən sonra həvəsdən düşür, sömür hər şey. Məclislərə görəcəksiniz. Günortaki məclislər olur, görəcəksiniz. Siz məsələn, bugünkü məclisdən əgər adam var, Qədir gecəsindən sonra yavaş-yavaş düşməyə başlayır. Amma mərifət əhli belə deyil və hədislər də belə deyir ki, ən mühüm orucluq ayının axırıncı gecələrdir. Çünki təzə həvəs başlanır insanda. Mən bağışlanmışam, mənim istiqamətim dəyişir, mən keçmişdə boynuma saldığım zəncirləri atmışam, indi təzə həvəslə təzə yola başlayan adam necə 10 gündə deyirlər, bəzən Allah Qədir gecəsində bir şey yazır, amma şərt qoyur. Baxın, bu necə davranacaq. Əgər belə davransa, bu şeyləri nəsib edin, qismət edin. Və mələklər deyir, göydə asılı saxlayarlar və baxarlar, axırıncı 10 gündə necə hərəkət edərdir. Ramazan ayının axırıncı 10 günündə. Ona görə çox mühümdür. Hər şeyimiz Qədir gecəsində müəyyən olunacaq. Ruzumuz nə qədər ruzu yiyəcək? Maddi, mənəvi ruzularımız. Bütün neymətlər ki, Allah bizə verəcək orada. Mən bir sözümdə məqsəd var. Ona da işarə edeyim, sözümü tamamlayayım. Bağışlayın. Bugün icazə ver söz. Bu mətləbə çatdırım sizlər. Çünki axırıncı fürsət. Bayaq mən dedim ki, Qədir gecəsində və mən istəyirəm buna diqqət edəsiniz. Mən dedim ki, Qədir gecəsində rəhmət göydən yağır, tutum lazımdır. Kim nə boyda qab gətirdi, o qədər götürüb gedəcək. Bu qabı böyütmək nə demək? Yəni, hamımız istəyir, böyük qabla gələk. Tutum, ruhun, qəlbin tutum. Bu necə olur? Böyük, kiçik hansıdır? O qabı böyüdən, ruh qabını böyüdən ən əsas amillərdən biri ağıldır. Ağıl. Ağlın çoxluğu nədədir? Ağıllı adam kimdir? Nə bilək ağıllıdır? Ağıllı adam odur ki, çox sonra nə qədər uzağı fikirləşirsə, bir o qədər ağıllı adamdır. Nə qədər uzağı fikirləşirsə. O adam ki, Qədir gecəsində ilə ancaq bu il ki, hazretlərimizdir, universitetdə qəbul olub, ya evlənib, bu il belə olsun. Bunlar hamısı öz yerində. Amma fikri ancaq yaxın gələcəyə aidsə, bunun ağlı o qədər güclü ağlıdır. Ələl-əsəlam buyurur, Əqəlun-nas, ənzəruhum fil-əvaqib. Buyurur, ən ağıllı insanlar, bu insanlardır ki, aqibətlərinə, yəni sonlarına baxırlar. İndidən sonlarını düşünürlər. Ən ağıllı adamlar olar. Qədir gecəsində tutumlu adamlar, ağıllı adamlar o adamlardır ki, o gecədə axırı fikirləşirlər. Qəbrin əvvəl gecəsinin dərdini çəkirlər. O tutumun çoxaldır insanın ruhunu. Ən böyük dərd düz Qədir gecəsində cəhənnəmdən qurtarmaq olsun. Hədisdə var, kim gecəni sübh eləyə, oddan qurtarmaqdan başqa şey görən narahat olar, o çox böyük şeyi kiçik saymış adam. Gecəni görürsən, yuxu qaçır, bir dənə kiçik məsələyə dərdini çəkir. Buyurur Peyğəmbər ki, kim oddan qurtarmaqdan başqa şey görə gecə səhərəcən oyaq qalsa, o çox böyük məsələyə əhəmiyyət vermir. O böyük kiçik sayır o insan. Qədir gecəsi ən böyük qüssəmiz bu olsun ki, məni oddan azad elə. Başqa şeylər də istəyək, amma qəm qüssə ilə yox. Dərdimiz bu olsun. Başqa şeylər də istəyək, amma Qədir gecəsində ən böyük qüssəmiz oddan qurtarmaq olsun. Subhanəkə, ya la ilahə illa ənd, əl-ğavs, xəllisna minən nariyə, ya Rəbb. Niyə deyib Coşan Kəbir duasını Qədir gecəsində oxuyur? O gecənin duasıdır ki, xəllisna minən nariyə, məni cəhənnəm odundan qurtar. Deyərlər ki, indi sən ki, cəhənnəm odunu görmürsən, hələ cəhənnəm orada, indidən bunun dərdini çəksən, belə insanın ağlı bundadır. O heyvandır ki, təhlükəni görəndə qorxur.
Görən anda qorxur. İnsan ona görə insandır ki, ağlı ilə uzaqda olan təhlükəni görür, indidən uzaqda olan üçün narahatdır. Qədir gecəsində o sonda olan şeylərin dərdini çəkir insan. İndi oturub aminamanlıqda, sakitlikdə bir xəllis naminən nar, ya Rəbb. Mən qorxuram cəhənnəmdən. Cəhənnəm sonradır, axırdadır, amma mən indidən qorxuram. Deməli, mənim tutduğum zərfiyyətim çox böyükdür. İndidən qəbrin dərdini çəkəsiniz. Qəbrin bilirsə necə qorxulu yerdir. Mən bir hədis deyim, bəlkə də biraz narahat olarsınız bu hədisi işləmdə, amma hədisdir, deyirəm sizlər üçün. Buyurur ki, hər müminin qəbirdən, qəbir əzabından bir qisməti var. Bir dənə hədis tapmaq olmur ki, qəbirdə 100% şəfaət eləsinlər. İmam Sadiq buyurur ki, qiyamətdə əl-üzdən tutarıq, amma qəbir üçün qorxuruq sizlər üçün. Qəbir üçün qorxuruq. Səhət şəhid olmuşdu, Allah yolunda ölmüşdü. Özdə Peyğəmbər onun namazını qıldı. Arxasında mələklər, bir Peyğəmbər buyur ki, cənazəni tuta bilmirdin mələklərin əlindən. Göyün mələkləri mənim hörmətimə evmiş deyərək. Peyğəmbər özü qəbrinə girir, onu dəfn eləyir, orada onu dua eləyir, çıxır, qəbrin üstünü örtür, deyir, Allahu Əkbər, soruşurlar, ya Resulallah, niyə təkbir dediniz? Buyurur ki, qəbir səhədi elə sıxdı ki, çünki ailəsi ilə bədrəftar idi. Kobud xasiyyətli idi. Allah yolunda şəhid olan adama da bir dənə olsa o əzabdan pay düşür. Bir dənə də olsa düşür o əzabdan pay. Odur ki, indidən insan qəbrin fikrində olar, qəbrin düşüncəsində olar. Gülməlidir, çox təhlükəlidir, çox ağlamalıdır. İnsan onun dərdini çəkir. Əbu Həmzə Somali duasına açın, baxın, onu İmam Səccad oxuyur. Əbu Həmzə Somali duasında neçə yer var, özü deyir ki, ağlayım, ağlayıram. Ancaq harada başlayıb bu ağlama söhbətini danışır, ölümdən və qəbirdən danışanda. İmam Səccadın sözləridir. Deyir, və mali la əbki. Ağlamayım neyini? İmam Səccad deyir. Və mali la əbki. Ağlamayım neyini? Əbki. Lixuruci nəfsi, ağlayıram, canının bədənindən çıxması üçün. İmam Səccad deyir, əbki, liziği ləhədi, ləhədin darlığına ağlayıram, qəbir evinin. Əbki, lisulməti qəbri, İmam Səccad deyir, qəbrimin qaranlığına ağlayıram, qəbrimin zülmətinə ağlayıram. Qədir gecəsi bizim bir əsas problemimiz var. Allaha deyirlər, mən cəhənnəmdən qorxuram. Axı, indi cəhənnəm söhbəti hələ yoxdur, cəhənnəm hələ qabaqdadır. İlahi, mən onun adını eşitmişəm, qorxuram. İmam Hüseynin Ərəfə duasına baxın. Yaxşı olardı, bəlkə mən bu söhbətləri Qədir gecəsində danışardım. Amma Allah gətirir, adamın dilinə salır. İmam Hüseyin Aleyhisselamın Ərəfə duasına baxın. Duanın axırlarında deyirlər, mənim bir hacətim var. Əgər onu mənə versin, əgər o hacətini mənə verməsin, nə versin, mənasızdır. Əgər o hacətini mənə versin, ondan sonra heç nə verməsin, yenə də ziyan görür, ziyan eləməmişəm. O nədir? O budur ki, ilahi məni cəhənnəmdən tutar. Məni cəhənnəm əzabından tutar. Özdə deyirlər ki, burada elə şiddətlə ağlayır ki, yanındakılar da özünü saxlaya bilir. Yanındakılar da ağlayır. Ən böyük qayğısı budur İmam Hüseyin Aleyhisselamın. Əgər bu hacətin rəva olmasa isə, Əl-ləzinə yazqurunəllaha qiyamən və qu'udən və alə cunubihim və yətəfəkkərunə fi xəlqis səmavat vəl-ərz. Möminlərdən danışır Quranda. Buyurur, o kəslər ki, ayaq üstə, oturan yerdə, uzanan yerdə Allahı yad edirlər. Və yətəfəkkərunə fi xəlqis səmavat vəl-ərz.
Göylərə baxıb, onun yaradılışı haqqda düşünürlər, sonra nə deyirlər? Deyirlər, Rabbena, ma xaləqdə haza batinən. İlahi, sən bunu boş yerə yaratmamışsan, dərhal nə deyirlər? Fəqina əzabənlər, bizi cəhənnəmdən tutar. Göyün cəhənnəmlə nə əlaqəsi? Göyə baxır, cəhənnəm yadına düşür. Yerə baxır, cəhənnəm yadına düşür. Çünki bunun ən böyük dərdi oddan tutarmaqdır. Oddan nicat tapmaqdır. Əgər bu dərdlə yaşayarsa, onda dərd dediyi şeylər də dərd olmaz adama. Biraz pulum azalır. O adam ki, onun hayındadır, o dünyanın dərdləri heç nə olar onun üçün. Yüngülləşər onun üçün. Kimin qəlbində bu qorxu olarsa, çalışın qəbir gecəsində əvvəl qorxunun içindən əmin-amanlıq çıxarır. La xavfun aleyhim və lahum yəhzanun. Kim bu qorxu ilə yaşayarsa, can çıxan kimi mələklərin birinci sözlərindən biri bu olacaq ki, qorxmayın, la xavfun aleyhim. Sizdən üstündə qorxu yoxdur. Allah iki qorxunu bir ürəkdə cəm eləməz, hədisdə var. Əgər dünyada insan Allahdan qorxubsa da qiyamətdə qorxmaz. Əmin-amanlığı qorxudan əldə edin. Qorxunu Allah'a sığının. Kumeyr duasında baxın, Əleyhisselam rəhmətdən danışır, hansı yerlərdə? Əvvəl cəhənnəmdən danışır. Cəhənnəmdən danışır, deyir, sonra yox, inanmaram mən oradasın. Cəhənnəmin əzabından danışandan sonra rəhmətdən danışır. Uşağı görmüsünüz, aparırsan həkimə, deyir ki, iynə vuracaq olar. İynənin adı neşmində gəlir yapışır atasından, anasından. Sığınır ona. İnsan odun nə olduğunu biləndən sonra sığınanda Allah onda ürək aram olur. Allah sığalsın ki, qorxma. Səni oda atmar. Amma gərək qorxub gedəsən. Yoxsa arxanı oturasan, hamı elə mənim kimi olsun. Heç kəsin mən evin yıxmamışam, mən filan eləməmişəm. Əmin aman arxanı oturanda olmur. Qorxasan, qorxub gedəsən Allahın qapısına, Allah da buyurur, əla biz zikrillah, tətməinnul qulub. Qəlblər Allahın zikri ilə sakitləşər. Allah özü insanı aram edir. Bir yol da deyim, o da çox qısadır, başlayın. Başınızı ağıtdın. O yolda budur ki, tutumun bir əlaməti də budur ki, qədir gecəsində insan İmam Zaman ağanı doyuyor. İmam Zaman ağanı doyuyor. Allah baxa deyir ki, gör bunun ürəyinin tutumu nə qədərdir ki, öz dərdi, problemi bu qədərdir. Allah buna müqəddərat müəyyən edir, oturub İmam Zaman ağanın dərdini çəkir. İnsan başını bir divara qoya deyir ki, la, sənin sonuncu hüccətin gözlərdən gizlidir. Onun ürəyi çox yaralıdır. Bir atanı təsəvvür edir, zindandadır. Hərdən gətirib göstərirlər, bir şüşənin arxasından bax, oğlu necə küçədə döyülür, vurulur, əziyyət verirlər, yıxılır, atasını çağırır, onu görür, oğlu görmür. Bu istəyir ona yardım edir, həsrətlə baxır, amma kömək edir. İmam Zaman ağanın vəziyyəti belə bir vəziyyət. İmam Zaman ağa deyir, dünyanın harasında bir şiyə fəryad edir, bir şiyə nalə çəkər, mən ona şahidəm. Dünyanın hər yerində bir şiyə xəstədir, ah çəkər, onun ürəyinə ox dəyər, onun ürəyini yandırar. Dünyanın harasında bir müsəlman, bir əhl-i beyti sevən adama zülm olunur, onun ürəyi yanır. Qüdrəti var kömək edir, amma pərdə arxasında əlindən gəlir. Necə vəziyyətə qalar? Ata olanlar burada yaxşı bilir ki, övladı qıraqdan ağır günlü müşahidə edirsən, yıxılır, vururlar, əziyyət verirlər, çağırır, sən də dayanmışsan, görürsən, heç nə eləmirsən. Necə başa salın? Bax, belə bir vəziyyət. İndi o Qədir gecəsinin ən həssas məqamında insan özünü yaddan çıxarda, yönələr İmam Zaman ağaya. Fikir verirsiniz, Allahümmə kullu məliykən duası gəldi Qədir gecəsində. İmam Zamanın duası. Və mən hədislərdə görmüşəm ki, İmam Zaman ağa 3-cü Qədir gecəsindən sonra zuhur edir. 23-cü gecədən sonra. Bəlkə də 3 gecəni, 1 il müsəlmanlar bu halından keçirsə İmam Zaman zuhur edir. Yəqin neçə dənə Qədir gecəsi keçir, Allah baxır İmam Zaman ağaya deyir, yox. Hələ vaxtıdır. Çünki hələ sənin zuhuru bu qədər arzulayan adam yoxdur. Bunlar hamısı öz dərdindədirlər. Bunlar hamısı öz dərdini çəkirlər.
çox faydalanmaq üçün İmam Zaman ağanı dua eləyəsən, bir də Allah yenə də əlimizdən tutub, gətirib Əlinin şəhadətini Qədir gecəsində qərar verir. Qədir gecəsində Əlinin başı paralanıb ki, biz özümüzü yaddan çıxardaq, Allah da bəhanə eləsin. Desin, baxın, Mövlasına ağlayır. Ailə yaddan çıxır, uşaq yaddan çıxır, cəhənnəm yaddan çıxır, cənnət yaddan çıxır. Bu qədər çətinliyi, bu qədər problemi, ildə bir dəfə fürsət verilir. Burada dua elə, Allah nə istəsən verəcək. Bu gecənin müəyyən anında yadından çıxardıb Əleyhisselamı ağlayır. Allah deyir, baxın nə böyük tutumu var bu müəyyənin. Əslində amma dərinə gedəndə tutum böyüdür, Allah kömək edir Əlinin şəhadətinə. Əleyhisselam əlimizdən tutur. Qiyamət günündə belə olacaq. Deyirlər, qiyamət günü bir mümin, Əhl-i Beyti sevən adamın əməl dəftərinə baxacaqlar, görəcəklər günahı savabından çox. İndi bu cəhənnəmə getməlidir. Elə ki, əmr gəlir cəhənnəmə getmək, Allah Peyğəmbərə baxır, Peyğəmbər Allah. Ki, buna niyə razıdırlar bu cəhənnəmə getsin? Allah Peyğəmbərə baxır, Peyğəmbər Allaha. Allahdan nida gəlir ki, Ya Rasulallah, Əlini çağırır. Əleyhisselam gəlir, buyurun Ya Rasulallah. O gecə ki, mənim yerimdə yatmışdın, heç kəs sürət eləmədi, sən yatdın, kafirlər bilmirdi ki, kimdir. O gecə yatdın, orada nəfəs alırdın, o nəfəslərindən birinin savabını verərsən, bu nicat tapsın. Əleyhisselam verər, baş üstə yarası olur. O savabından hədiyyə eləyər, o savabın biri bütün bəşəriyyətə nicat verməyə bəs edir. O savabın bir nəfəsin savabı. Amma biz o gecə Əleyhisselam şəhid olmadı. O gecə Əleyhisselam sağ qaldı. Amma biz Qədir gecəsində Əleyhisselama ağlasaq, o gecəsinin savabına şərik ki, o gecənin səhəri şəhadət olacaq. Əlinin son gecəsinin savabına şərik ol. Şəhadət yatağının gör nə qədər savabı var. Elə bir vəziyyətdəydi ki, bir həkim gəldi, dedi ki, də vəsiyyət eləməsin. Başına dəsmal bağlamışdılar, sarı idi. Deyim, mən baxdım, bilmədim. Üzünün sarılığı ilə dəsmalı sarılığı arasında heç bir fərq yox idi. Qədir gecəsində insan bir anlıq da olsa, 5 dəqiqəlik də olsa, öz dərdini yaddan çıxardır qoya qurağa, otura Əlinin məzlumiyyətinə ağlaya. Bir alim deyirdi ki, mənim ömrümdə bir fürsət olaydı, gedib çöllərin birində qalardım, hamıdan uzaqlaşardım, bir çadır qurardım, orada nə namaz qılardım, nə zikir deyərdim, nə Quran oxuyardım, nə dərs deyərdim. Allah mənə nə qədər ömür verib, ömrümün axırınacan oturub dizmə vurub, deyərdim, məzlum Əli, məzlum Əli. Oturub Əlinin məzlumiyyətinə ağlayardım, ah çəkərdim, nalə eləyərdim. Qədir gecəsində insan bütün dərdləri yadından çıxartsa, Əleyhisselamın məzlumiyyətinə ağlasa, bir də İmam Zaman ağanı yad eləsə, İmam Zaman ağanın o yaralı ürəyin yad eləsə, onun zuhurunu Allahdan istəsə, Allah